Bismillahirrahmanirrahim. Selamünaleyküm ve rahmetullah. Aziz ve değerli kardeş ve bazılarımız. Mehriban insanlar, Əhl-i Beyt aleyhissalatu vesselam aşıqları, mübarək İmam Rıza aleyhissalatu vesselamın əzəmətli məhzərindən hər birinizə duaçıyıq, salamlarımız var. Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Və salatu və selamu ala əşrefil ənbiyayı vəl mursalin. Habibina Habibi Ebil Qasimi Muhammed ve ala alihi tayyibine tahirinel ma'suminel muntecebin. Hoş gördük sizleri. Biz geçen dersimizde elm hakkındaki danıştık. Gelip yetiştik. Bura ki elmin insanlara verdiği tövhə, müsbət elmin, mənfi elminde insanlara verdiği, insanlar arasında yaydığı fəsad. Bunları biz lakonik olarak sizin xidmətinizə çatdırdıq. Amma bugünkü dərsimiz bu mübarək Ali Aleyhisselatü Vesselamın kəlamı ilə başlayırıq. Bildiyimiz kimi Həzrəti Əmir el-Müminin Ali Aleyhisselatü Vesselam ki elmin lədunnisi var idi. Allah tərəfindən ona elm verilmişdi. Peyğəmbərdən sonra ikinci şəxsiyyətdir ki bu elmə malikdir. Həzrət buyurur ki infaq, yəni Allah yolunda xərc etmək azalmaz. İmam Ali Aleyhisselatü Vesselamın bu mübarək kəlamı hər bir şey infaq etməklə azalar, amma elm azalmaz kəlməsi, bu mübarək kəlməsi Qurarul Hikəmdədir. Hədis 68-88-dədir. Yəni 6888-dədir. Bu o deməkdir ki, nə qədər ki bizim əlimizdə doğrudan da maddi cəhətdən imkanımız olsa, nə qədər ki xərcləsən bu maddiyatı azalmağa doğru gedir. Amma yeganə bir nemətdir ki, elm nə qədər onu xərcləsən, yəni nə qədər ki hər kəsə ki o elmdən bəxşiş eləsən, paylasan, onlara öyrətsən, sənin kimi elmlilərin sayı çoxalır. Bəs Həzrəti Əmir el-Müminin buyurur ki, elm maddiyat kimi deyil ki, onu paylasan azalsın. Elm öz-özlüyündə çoxalır. İmanın kamalıdır elm. Həzrəti Əmir el-Müminin buyurur ki, hər kəsdə 3 xüsusiyyət olarsa, imanı kamil olacaq. Ağıl, səbr və elm. Bu da Qurarul Hikəmdədir. Hədis 46-58. Əməllərin şərti var. Peyğəmbər Əkrəm sallallahu aleyhi ve sellem belə buyurur. Əgər bir şəxs elmi olmadan hər hansı bir işə əl vurarsa, onu islah etmək əvəzinə xarab edəcəkdir. Deməli, bu da Usul-u Kafidədir. 1-ci cilddə səhifə 44, hədisimiz 3-cü hədisdir. İmam Sadiq aleyhissalatu vesselam belə buyurub. Bəsirətsiz əməl edən şəxs yolunu əksinə gedən şəxslərə bənzər. Hər nə qədər sürətli gedərsə, öz məqsədindən bir o qədər də uzaqlaşar. Əzizlər, bizim bütün əvvəldən axıra qədər etdiyimiz o elmi bəhs gəlir bəsirətin üstünə. Bugünkü dərsimiz isə mən çalışıram bəsirətin üstündə dayanım. Bəsirət həmən elmdir. Nə üçün İmam Sadiq aleyhissalatu vesselam elmin yerinə bəsirəti istifadə edib, bu kəlmədən istifadə edib? Bilirsiniz, elm bir mənalı şəkildə bilgidir. Yəni, insan bir şeyə malik olar, bir bilgiyə malik olar. Məsələn, belə deyək, mütəxəssis bir insan bədəninə agah olan şəxs, məsələn, ürək həkimi, kardiyoloq və yaxud da ki, insan orqanizminə daha da digər insanlara nisbətən deməli, çox elmi olan insanlar, məsələn həkimlər, can həkimləri, böyrək həkimləri, diş həkimləri, baş həkimləri, bunlar da elmdir. Amma bəsirət isə həm elm var bunun içində, həm agahlıq var. İnsan özü də agah olur, yəni ruhi cəhətdən də agah olur. Bəs elm bir mənalı şəkildə belə deyək, istifadə olunursa, bəsirət isə özündə deməli həm elmi birləşdirir, həm də agahlığı ona ki bəsirət deyilir, onu özündə birləşdirir, cəm edir. Əssalamu aleykum və rəhmətullah.